Spartakın danışdıqlarından sonra otağa ağır bir hüzün çöktü. Spartak sigaret yandırdı. Ama Zaur sanki orada değildi. Donup kalmıştı. Spartak sükutu bozdu. Sən ürəyinə tamam başqa şey gəlmişdi. Bilirəm. Mənə vurduğun şilləni də unutmamışam. Amma bunu deməsəydim, bu dünyadan. Səsi titrədi. Cümləni bitirə bilmədi. Zaur sakitcə ayağa qalxdı. Arxasına baxmadan Spartakın evindən çıxdı. Hava artıq qaralmışdı. Zaur qarışıq hisslərdən addımlayırdı. Bir skamyada oturdu. Sanki bütün ömrü bir neçə anın içində gözlərinin önündən keçdi. Kino lenti kimi. Bəlkə də vaxtında bilsəydi, tamam başqa həyat yaşayardı. Amma olan olmuşdu. Keçən keçmişdi. Heç nəyi qaytarmaq mümkün değildi. Spartaka həm nifrət edirdi, həm də minnətdar idi. Çünki o gün Zaur təxminəni ilk dəfə başqa cür xatırladı. Artıq xəyanət edən qadın kimi yox, susaraq gedən bir qadın kimi. Evinə çatdı. Lift işləmirdi. Zaur bilirdi, 2 dəfə infarkt keçirmiş ürəyi 6 mərtəbəni qalxmaq gücündə deyil. Amma başqa yolu yox idi. Çünki 6 mərtəbə yuxarıda onu ömrünün son sığınacağı gözləyirdi. Bəlkə də bu Zaurun həyatda qaytaracağı son borc idi. Addım-addım pillələri qalxmağa başladı. Yavaş-yavaş 2-ci mərtəbəyə çatdı. Dayandı. Nəfəsini dərdi. Ürəyi sancırdı. Nəfəsi daralırdı. Dayanmaq istəmirdi. Nə qalıb ki deyə özünü toxtadırdı. Daha bir addım. Son addım. Amma bacarmadı. Çünki bir vaxt təxminəni yarı yolda qoyan Zauru bu dəfə ürəyi yarı yolda qoydu.